səhərə çıxacağına əminsən, İmam Əli İbn Əbu Talib əleyhissalam xəbərdarlıq edir. İnsanlar üçün bir zaman gələcək ki, zina açıq ediləcək, rüşvət hədiyyə adlandırılacaq, yetimlərin malı halal sayılacaq. İnsanlar günahı bəyənəcək, pozğunluq adi hala çevriləcək, namaz yüngül sayılacaq, həc Allahdan qeyrisi üçün ediləcək və o zaman hilallar dəyişəcək, bəzən görünəcək, bəzən gizlənəcək. İnsanlar Ramazanın əvvəlində oruç tutmayacaq, axırında isə bayram günü oruç tutacaqlar. Qorxun, bəli, qorxun, çünki ölüm gələcək. Qəfil, ildırım kimi. İnsanlar səhər sağ olacaq, axşam isə dəfn ediləcək. Başqası axşam sağ yatacaq, səhər isə oyanmayacaq. Belə bir zamanda namazı gecikdirmə, vəsiyyətini gecikdirmə. Heç vaxt dəstəmazsız yatma, çünki sən bilmirsən ölüm nə zaman gələcək və yalnız müsəlman olaraq ölün.